xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Pensiya kapitalı ilə bağlı mühüm təklif: vətəndaş vəfat edəsə, topladığı vəsaitin bir hissəsi varisə verilə bilər. Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm təklif gündəmə gəlib. Son günlər pensiya kapitalının taleyi vətəndaşın uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmədiyi halda həmin kapitalın necə bölüşdürülməsi məsələsi geniş müzakirə olunur. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində təqdim olunan təkliflərdən birinə əsasən vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsinin ən azı 30%-nin varisin hesabına köçürülməsi imkanının yaradılması təklif edilir. Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov açıqlama verir. Burada xüsusilə vacib bir məqamı qeyd etmək lazımdır. Söhbət hazırda qüvvədə olan və avtomatik tətbiq edilən yeni ödənişdən getmir. Müzakirəyə çıxarılan və qanunvericiliyi baxımından qiymətləndirilməsi nəzərdə tutulan təklifdir. Yəni hazırda vətəndaşın fərdi hesabında müəyyən pensiya kapitalının olması avtomatik şəkildə həmin məbləğin vəfat etdikdən sonra varisə veriləcəyi anlamına gəlmir. Təklifin əsas məqsədi isə vətəndaşın illər ərzində formalaşdırdığı pensiya kapitalının taleyinə yeni yanaşmanın tətbiq olunmasıdır. Təsəvvür edək ki, bir vətəndaş uzun illər rəsmi şəkildə işləyir, əmək müqaviləsi ilə fəaliyyət göstərib və onun fərdi hesabında pensiya kapitalı formalaşıb. Lakin həmin şəxs pensiya yaşına çatmadan dünyasını dəyişib. Belə vəziyyətdə əsas sual ortaya çıxır: vətəndaşın illərlə topladığı pensiya kapitalının taleyi necə olmalıdır? Məhz bu suala cavab verə biləcək mexanizmin yaradılması təklif olunur. Vüqar Bayramovun açıqlamasına görə vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişərsə, onun topladığı pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədə uyğun ola bilər. Təklifdə bu hissənin ən azı 30% olması qeyd edilir. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, belə mexanizm həm sosial, həm də iqtisadi baxımdan müəyyən üstünlüklər yarada bilər. Çünki vətəndaş uzun illər ərzində əmək fəaliyyəti göstərərək pensiya sistemində iştirak edir. Onun ödədiyi sosial sığorta haqqları nəticəsində fərdi hesabında pensiya kapitalı formalaşır. Əgər həmin vətəndaş pensiya yaşına çatmadan həyatını itirirsə, ailəsinin və varislərinin həmin yığımın müəyyən hissəsindən faydalanması sosial baxımdan əhəmiyyətli hesab edilə bilər. Deputatın açıqlamasında yalnız vəfat edən şəxsin pensiya kapitalının varislərə ötürülməsi məsələsi deyil. Ümumilikdə pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi də gündəmə gətirilir. Müxtəlif ölkələrin təcrübəsinin araşdırıldığı bildirilir. Məsələn, bəzi ölkələrdə pensiya yığımlarından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu məqsədlər arasında daşınmaz əmlakın alınması, kreditlərin ödənilməsi və təhsil xərclərinin qarşılanması kimi istiqamətlər yer ala bilir.